Üzərlik bəd nəzərdən qoruyur və yaxud başa duz çevirmək. Başa duz çevirmək haqqında heç bir şey eşitməmişəm mən. Yəni dinimizdə belə bir qayda yoxdur. O insanların inancıdır sadəcə, əsası da yoxdur. Üzərlik ilə bağlı deyirlər ki, üzərliyin müəyyən bir xəstəliklərə xeyri ola bilər. Mən bu barədə araşdırma aparmamışam. Üzərliyi qoxulamağın faydaları var deyirlər. Bəlkə də bu cəhətdən bundan istifadə olunub. Hər halda insan deyirlər ruhiyyəsinə, əhval-ruhiyyəsinə təsir göstərir. Bu barədə mən eşitmişəm, amma özüm qarşılaşmamışam. Yəni dəqiq bir araşdırma aparmamışam. Hər bir halda yəni o duz başa çevirmək və yaxud da bu vasitələrə sığınmaq yanlışdır. Amma Allah bəzən hər hansı bir dərdi uzaqlaşdırmaq üçün müəyyən vəsilələr qərar verir. Necə ki, dərmandan biz istifadə edirik. Üzərliyi də bu kimi faydalı bir şey kimi, əgər bunun faydalılığı sübut olunarsa, o zaman biz ondan istifadə edə bilərik. Hacı Çıldağa inanırmı? O barədə də tibb mütəxəssislərinə müraciət etmək yaxşıdır. Mən ümumiyyətlə çalışıram ki, istənilən əməlin bir elmi əsaslandırması olsun. Mən bir-iki dəfə həkimlərdən soruşmuşam, deyirlər müəyyən nöqtələrə toxunduqda insana faydası olur, insanı sakitləşdirir. Amma bir daha deyirəm, bu da bir dini bir ayin deyil. Bunu yalnız və yalnız bu sahənin mütəxəssisləri təsdiq edə bilər ki, bədəndə olan o müəyyən nöqtələrə onu toxunmaqla əslində o insan stressdən azad ola bilirmi, yəni şokdan çıxa bilirmi? Misal üçün, bəzən mən şahid olmuşam ki, misal üçün bir nəfər özünü qeyri-adekvat aparırdı, başına bir hadisə gəlmişdi. Digəri siqareti yandırdı, onun bədəninə toxundurduqdan sonra o ağladı və tamamilə belə deyək, real vəziyyətinə döndü. Mən bunun şahid olmuşam. Amma bunun elmi izahı nədən ibarətdir, mənim sahəm deyil deyə bilmirəm. Hər halda elm bir əməlin doğruluğunu təsdiq edərsə, bunu qəbul etmək olar. Və bəzi işlər də var, əməllər var ki, elm bugün onun barədə hər hansı bir fikir söyləyə bilmir, gələcəkdə onun doğruluğunu təsdiq edə bilər. Çıldaqla bağlı mənim, çünki bu da bir dini ayin deyil, bilirsiniz. İnsanlar bunu əsrlərlə təcrübədən keçirib, əgər faydalıdırsa qəbul etmək olar.